Abi inanmıram. Vloga başlayıram və o arkada telefon yapışkanı var. Onu itirmişəm. Neyse uşaqlar, bu random anda dedim vloga başlayayım. Uzun zamandır vlog çəkmirəm. Mən də indi elə çəkirəm. Məcbur yəni. Gedib yapışkan alım gərək. Yenə unutmuşam vlog çəkməyi. Nəysə, çəkilişdən gəlirəm. İşdən çıxıb da tez evə qayıtmalıyam. Evi toz soranlamalıyam. Mamagil rayondadılar. Toyaya gedibdilər bibim oğlunun. Mən getməmişəm. Hamı külfət gedibdi, mən getməmişəm. Uzun yol gedə bilmirəm artıq. Halım, taqətim də yoxdur. Nəysə, inşallah Mamagil evə gəlmədən tez evə gedib toz soranlayaram. Qoyaq. Öldüm istidən. Öldüm. Saçma bağa, başımda da fen partlayıb. Saçımı da normal düzləşdirib eləməmişəm. Bu dəqiqə buz kimi Ice Americano istəyirəm. Belə buz. Yolda da yoxdur bir dənə coffee shop ki alardım özümə. İyun ayındayıq da. İyun ayının ikinci həftəsindəyik artıq. Və hələ də dəniz sezonu falan açılmayıbdı. Dəniz nədir, sevgi nədir, nə olan şeydir. Yəni o temaya dönübdü artıq. Məzuniyyətdir. Məzun olur hamı. Həm məktəb, həm universitet. Yəni çox qəribə hiss elətdirir məni. Və mən artıq 2024-də məzun olmuşam da universitetdən. Vaxtın nə tez keçdiyinə baxıram. Çox pis hiss elətdirir mənə. Həmişə bəzi şeylər mənim niyəsə yarımçıq olurdu abi. İçimdə qalır. Həqiqi içimdə qalır. Yəni, nə məktəbdən məzuniyyətim oldu, nə məzun çəkilişim oldu, nə universitetdən məzun çəkilişim oldu, veçerim oldu. Bu 2002-lər var ha, bədbəxtdir özüm ölüm. 2002-2003-lər də. Yəni bu məzunlar, bu məktəb bitirmişlər. Konkret bədbəxtlik. Nəsə, məzuniyyətim də əslində çox biraz qəlb qırıcı olmuşdu məndə. Neysə, orası geyinim. Bir xatirələri yad edeyim. Heç nə. Mən özüm dəstində demişdim ki, gedib özüm çəkiliş eləyim da. Çünki artıq indi elə eləyirlər. İndi görürəm ki, hər kəs özü üçün çəkiliş eləyir. Sonra qızlar belə, ay neyinirsən, ay nağarırsan, nə bilim nə. Misal, məni hirsləndirən odur ki, mən başqalarına görə, başqaları mənim həvəsimi öldürür və mən bunu icazə verirəm. Başqalarının sizin həvəsinizi öldürməsinə icazə verməyin. Yəni, indi olsam deyərəm, sənə nə? Mən gedirəm, çəkilişimi eləyirəm. Nəysə, biraz kövrəldim. Neysə, daha heç bilməm, buranı vloga qoyaram mı ya yox. Hazırlaşmışıq belə. Gedirəm podruqamla görüşməyə. Sevili məncə bilirsiniz. Türkiyəyə getmişdi, indi gəlibdi. Vlogu davam elətdirəm. Dostlar, adaptörümü qoymuşam kafedə. Və biz Krezentdəyik, yəni. Amma biz 28-də oturmuşduq. İndi gedirik ora. Metrodayam, qabağımda 2 dənə oğlan oturubdu. Yaşları maksimum 19 olardı. Bax, əlində bizon qutunu içib, gözümün qabağında qoyub düşürdü. Allah sən gilanı, keçməsə qorxdum. Hə, bax, qoyub düşdü da. Misal, özümə dedim ki, ya qaqaşa deyəcəm ki, zəhmət olmasa onu götürün. Yəni, anan yaşında qadınlar təmizləyir metronu. Ya da özün götürəcəksən. İkinci seçim daha makul gəldi. Daha əlverişli gəldi. Heç nə götürəndə yanındakı dostun sifətinə baxdı. Yəni əminəm ki, bundan dərs götürübdü inşallah. Yəni utanıb yerə giribdi.
Mən olsaydım şəxsən gəlib mənim əlimdən götürərdim ki, ay xanım üzürlü sənin əlindən. Yəni çatmır da mənə dostum. Əhmədlidə düşürsən də gəlib. Düz metronun çıxışında zibil qabı var. Nə qədər çətin ola bilər bu? Olacaq kimi görünür, sifətim. Yoruldum ya. Dəhşət. Acından da ölürəm. Çıxan kimi yemək. Çox qəşəng döndü ama. Gitti dayı. Bu həftə sonu konsertə getməsəydim, gələrdim dənizə falan, hovuza. İstirahət eləyərdim. 6 bazar evdəyəm sadəcə. Nəysə da gələn həftədən başlayacağıq. Gəlib artıq bu günə yuva keçirik. Salə xalanın yanına getdim. Zaretqam qurtarmış idi. Nəsə qoluma baxın, qolum sarğılı. İndi gedirəm 28-ə dırnaq lakı almalıyam. Lak nədir? Dırnaq boyası almalıyam. Heç nə. Ondan sonra da Ləmanla görüşəcəm. Hadi bu tərəfdən getməyim. Zəhləm gedir insanların çox olduğu yerlərdən keçmək. Piyada gedəcəm 28-ə. Yəni taksi deyirəm. Metroya minməyə halım yoxdur. Ben kombinine var bir tane. Ölür iyileş kimi abi gözəl də kombindir. Sana çox sağ ol. Mən bəyəndim səni. Özüdür, özü. Bir yerde dayanmırıq. Hadi gelin bultalım. Adı nədir? İnansa işte. Pişik. Oy da nə danışırsan? Okey, qız da oğlan. Oğlandı. Oo. Okey, nə qoyaq? Erkəkdirsə. Biz yenə qoymuş, qoymuşuq da. Nə qoyaq? Həqiqi nə qoyaq? Məsəl mən qız olsaydı Şiva qoymaq istəyirdim. O kadar tontiş demişik. O bir pişiyim, ilk pişiyim qız idi da, Nastinka idi onun adı. Nastinka. Nastı deyirdi. Prosta buna bilmirəm. Nə qoyaq? Düşünək. Yorumlara yazın vəbşim. Yəni mən bu vlogu paylaşana kimi bu pişiyin çoxdan adı qoyulacaq onsuzlar. Allah, yəni sifəti kopya Ləmandır. Bax gözləri zat çəkikdir deyə. Gençler kusura bakmayın. Çalırdım lan bit. Gözüm. Uşaqlar, dırnağım bitdi. Hər kəsin sevəcəyi bir model deyil. Bilirəm. Yəni 100% bilirəm. Prosta indi dəbdədir. Qalın frençləri belə. Tatumuz bu gündədir. Yəni elə bir şeydir. Götürüb özüm belə cızıb şey eləmişəm. Hansını seçərdin? Hansını seçərdin? Kırmızını. Kırmızı. Okey. Mən bunu seçərdim. Kırmızı güzel var. Bu şu an vaxtı hatırlayanlardan almışlar. Çok sürürdüm. Möcülən mi? Yoxşa. Pul pres həyat interes. Sonra bizim qohumda oğlanıydı. Allah xamir var. Vapşe mən bunu götürürəm. Hamısı da ne boyda. Oturdular o maşını kırdılar.
Oha, özü baha olur onlar. Uşaqlıqda Mercedes idi bu arada. 300-500 arası olurdu. İndi bilmirəm qiyməti. O vaxta görə. Ha, vaxtı yadımda da elə bahalı olurdu. Bunu İndi çəkilişə gedirik dostlar. Çəkiliş. Neyse çəkilişə gedirik indi. Sonra çıxacağıq. Mola gedəcəyik 28. Kofta baxmalıyıq. Mən də keçidə getmək istəyirəm çünki ayaqqabım yoxdur. Ayaqqabı tapa bilmirəm. Gedirik. Bir əsirdir. Konum tapa bilmirik də. Yanlış konum. Ləman bu tərəfi göstərir. Çəkilişdən çıxdıq. Qızlar çox şirin idi. Dəhşət şirin qızlar idi. Çox bəyəndim. Bir də insanı yormurlar. Misal, mən elə bilirəm ki, öz geyimimi reklam eləyirəm. Öz geyimimə çəkiliş eləyirəm. Çox uzun çəkər. Yəni biz hələ yarım saat keçirərdik. Yarım saatı çox qəşəng. 3 dənə yoxsa 2 dənə paltar geyindir. 2 dənə, 2 3 dənə. dənə, sən 2 dənə. Cəmilikdə 5 dənə paltarı yarım saata həll elədilər yəni. Yox, çox şəkər idilər. Heç yormadılar adamı. Çox şirin idilər. Çox bəyəndim. Memiyə girəcəyik. Mem o tərəfdədir. Gəlmişik Memiyə. Oydu, axırıncı dəfə Memiyə bilsən nə vaxt getmişəm? 2 il qabaq, eynən 2 il qabaq. Biz tərəfdəyi Memi bağlandı bu arada Əhmədlidəyi. Niyə elədilər anlamıram. İnanılmaz bəyəndim də. Çox qəşəngdir. Həqiqətən kaş həmin moment vlog çəkərdim. Uşaqlar keçirik. 2 dənə qaqaş keçdi yanımızdan. Ləmana salam verdi. Mən elə biləm Ləmanın tanışı falandı da. Mən də özümdə şübhələnirəm ki, bir baxıram ki, sən tanımadım falan da. Qaqaş belə idi. Xam, enerjiniz çox qəşəngdir. Anime qızlara oxşursunuz. Qaqaş motor kimi dırıldayır. Ləmanla belə yi. Mən qəbir tatınız gözəldir. Sizdə kazaşkalarım oxşur. Nəsə belə elə. Belə siz animeyə baxan Amerikalılara oxşursunuz. Mən qayıdıb dedim ki, qaqa bizə keçmir. Yakışıyor mu ya sana? Yalan konuşma. Yakışıyor mu sana? 4-5 qıza belə yaxınlaşırlar. Taktika. Tutar qatıq, tutmaz ayran. Tuta da bilər. Tutanlar da var. Burada uşaqlar qırmızı babetka tapdım sonunda. Çox əladılar. Amma bunu hər şeylə geyinə bilməyəcəm da deyəsən. Oyda. Evet, çığırtma bişiririk. Konsertə getmədən əvvəl bir dənə çığırtma yeyirik. Yox, pomidor yumurta. Özdə Minarənin pişirdiyi. Ayda papam çox böyük görünür. O qədər şey oluram ki. Biz hazır deyirsən. Aynen papam. Neyse lan, hələ ki şey, biz hazırıq, gedirik konsertə, Zaretkam az diye 60%'lə. Sıkıntı kardeşim, sıkıntı. Gərək çox az oynayın telefonla. Bu qədər. Tüyo belə. Gel buradan belə keçid eləyək ki, konsert zalındayıq. Gəldik sonunda. Nəfəsim kəsildi. Güvenim tam şeytanme, benzeme bizlerle. Cepte yoktu hiç kemer, düştüm diplere. Şuna bakın bakayım. Bax, tortu bəyənəcək də üstündəki şəkli. Mən eləmişəm. Arzu tut və üfür. Bunu ancaq bu eləyə bilərdi də. Burasını ayıracağım. Uşağı batırdı ne?